Son günlər yağan aramsız leysan xarakterli yağışlar Quba rayonuna da fəsadsiz ötüşmədi. Belə ki, Quba Qonaqkənd Muç avtomobil yolunun 2-ci Nüqədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü yararsız vəziyyətə düşüb. Qubada baş verən güclü sel fəlakəti bölgənin nəqliyyat infrastrukturuna ciddi zərbə vurub. Quba Qonaqkənd Muç avtomobil yolunun 2-ci Nüqədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərində yerləşən körpü selin təsirindən tamamilə yararsız vəziyyətə düşüb. Sel suları nəticəsində körpünün bir neçə dayağı əyilib, yol ötürücüsü isə uçmaq üzrədir. Mövcud vəziyyət səbəbi ilə körpü üzərindən nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Hazırda ərazidə həyat təhlükəsi riski yüksəkdir. Sözügedən körpü Qubanın 30-dan çox kəndini şəhər mərkəzi ilə birləşdirən əsas yol infrastrukturudur. Körpünün bağlanması bu kəndlərdə yaşayan minlərlə insanı faktiki olaraq izolyasiya vəziyyətinə salıb. Məktəbə gedən şagirdlər, xəstəxanaya ehtiyacı olan insanlar, gündəlik iş gücü üçün şəhərə üst tutan sakinlər hazırda böyük çətinliklə üzləşiblər. Alternativ yol yoxdur və vəziyyət kritikdir. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub, ilkin baxış keçirilib. Lakin vəziyyətin ağırlığına baxmayaraq körpünün təmir olunması, yoxsa yenisi ilə əvəz olunması barədə hələlik rəsmi qərar verilməyib. Gecikən qərar isə bölgədə sosial narazılığı artırır. Hal-hazırda bu qəzalı körpüdə Nüqədi kənddə yerləşən Qaraçay üzərindəki bu qəzalı körpüdə avtoyolun əməkdaşları, əlaqədar təşkilatların nümayəndələri ilə birgə baxış keçirdilər. Deməli, burada alternativ yol məsələsinin həlli ilə daxil olmaqla tezliklə yekun qərar qəbul olunacaq və məlumat veriləcək. Təxmini nə vaxtda verirlər? Bugünə həll olunar konkretlərdir ki, nə formada, hansı variantda həll olunacaq alternativ yol. Yəni hələ ki bilinmir. Hələ bilinmir. Təmir olunacaqmı, yenisi bərpa olunacaq? Yox, yenisi olunacaq. Gündəmdə ən vacibi də alternativ yolun bərpası məsələsidir. Bugün qərar veriləcək. Sakinlər sual edir. Hər il bu körpü ilə bağlı eyni problem yaşanır. Nə üçün möhkəm dayanıqlı körpü inşa edilmir? Fəlakət baş verdikdən sonra deyil, niyə qabaqlayıcı tədbirlər görülmür? Mütəxəssislər isə xəbərdarlıq edirlər. Əgər yaxın günlərdə yağışlar davam etsə, körpü tamamilə çökər və ətraf ərazilərə daha geniş ziyan vura bilər. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, məsələ ilə bağlı operativ qərar verilməsi həm təhlükəsizlik, həm də sosial-siyasi sabitlik baxımından son dərəcə vacibdir. Gözləməyə zaman yoxdur. Bu artıq sadəcə infrastruktur deyil, insan həyatı təhlükəsidir. Nüşabə Baxşıyeva, Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.